Salam, Hipofiz TV kanalına xoş gəldiniz. Mən Elməddin. Dünyanı idarə edənlərin mason olduğu deyilir. Milyardlarla dollar sərvətləri və milyonlarla üzvləri vardır. Bəs yaxşı, masonlara necə üzv olmaq olar? Masonluq müəyyən bir dinə inanmağı vacib hesab etməz. Ancaq inançsız bir insanın mason lojasına daxil olması mümkün deyildir. Bəli, maraqlıdır. Lakin bir ateist və ya agnostiksinizsə, mason lojasına daxil ola bilməzsiniz. Masonluqda ilk vaxtlar xristianlıq yüksək tutulsa da, sonraki dövrlərdə digər din və inanclara da yer verilir. Ümumiyyətlə, masonluğa üzv olmaq üçün bu şərtlər vacibdir. Üzv olmağı azad iradə ilə istəmək. Kainatın bir yaradanın olduğuna inanmaq. 18 yaşdan yuxarı olmaq. Əxlaqlı və təmiz etibara sahib olmaq. Azad biri olmaq. Zehni və fiziki cəhətdən sağlam olmaq. Bir və ya bir neçə masona istinad etmək.